بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين اللهم آت نفوسنا تقواها وزكها أنت خير من زكاها أنت وليها ومولاها. Ramazanın 15-ci gecəsindəyik və bu gecələri bizləri nəsib edən Allah subhanahu ta'ala həmd olsun. Və biz neçə məclisdir ki, zikirdən danışırıq. Allah subhanahu ta'ala zikir etməkdən və bu ibadətlərin hamısının məqsədi də elə budur. Sən Rəbbini subhanahu ta'alanı xatırlayasan, qəflətdən çıxasan, oyaq olasan, dünyəvi azdırıcı işlərdə çox qərq olmayasan, çünki bunlar hamısı azdırıcıdır. Sıra gündə 5 vaxt namaz kimi Allah Azze ve Celle özünü xatırlaması üçün bizə bu əməlləri əmr edib. Və il ərzində də Ramazan kimi bir ay ərzində bu ibadət növləri ilə bizi oyandırmaq üçün Allah subhanahu ta'ala bizə əmr edib oruç tutmağı və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem öz əməlləri ilə bəyan edib bu mübarək ayda insan, müsəlman Rəbbini necə xatırlamalı, necə ona yaxınlaşmalı. Ona görə zikir mühümdür. Allahı xatırlamaq. Və biz qeyd etdik ki, dillə zikir olunması isə zikrin xüsusi növlərindəndir. Və eyni zamanda zikrin olduqca böyük faydalarından da birisi odur ki, insanı boş, batil sözlərdən uzaq tutur. Yəni, insan özünü zikirlə məşğul edəsə dilini, buna alışqanlıq olarsa, davamlı olarsa, demək ki, boş sözlərdən uzaq durar, faydasız sözlərdən uzaq durar. Yəni, sən özünü nədən məşğul edərsənsə, o məşğul etdiyin şey səndə yer tapar. O məşğul olduğun şey səndə yer tapar, səndə qərar tutar, səndə yerləşər. Əks halda yerini başqa şey tutacaq. Yəni, dilini zikirlə məşğul etməsən, qiraətlə, Quran qiraəti ilə, zikirlərlə, istiğfarla, biz danışdıq istiğfar barədə və s. bu kimi şeylərlə məşğul etməsən, onu mütləq başqa şey tutacaq. Mütləq başqa şey tutacaq və demək ki, batil, lazımsız, faydasız şeylərdən uzaq tutulması yönü ilə də zikir bu baxımdan da olduqca mühümdür. Hətta insan daima dilini zikirlə məşğul etsin. Olduqca mühümdür. Çünki əvvəla insan danışdığı hər bir şey ona qeyd olunur. Sən necə ki, Subhanallah, Elhamdülillah və la iləhə illallah, Allahu akbar deyəndə sən yazıldığı kimi, necə ki, hədisdə gəlir, Əhabbul kələm illallah ərba, Subhanallah, Elhamdülillah və la iləhə illallah və Allahu akbar. Allah üçün ən sevimli kəlmələrdir bunlar. Sənə yazılan kimi, necə ki, biz keçən dəfə qeyd etdik, və Subhanallah və Elhamdülillah təmləul mizən və yaxud təmləənnə beynəs səməi vəl-ard. Bu kəlmələr yeri və göyü doldurur. Yazılır savablar. Sənin ağzından çıxan hər bir zikir yazılır, qeyd edilir. Eləcə də bunun əksi. Boş söz, faydasız söz, pis söz, haram söz məsələ. Hamısı qeyd olunur, hamısı yazılır, səhifələrdə heç nə boş buraxılmır. Allah təala buyurur, "Mə yəlfizu min qawlin illə ladeyhi raqibun atid." Danışdığı elə bir söz yoxdur ki, yaxın olub hazır duran mələklər onu yazmamış olmasın. Ağzından çıxan hər bir kəlməni, nə danışırsan, yazılır hamısı.
Hamısı yazılır, böyükdən kiçiyə. Mə li həzəl kitab la yuğadiru sagiratan və la kəbiratan illə əhsaha. Necə ki, gəlib ki, kitab əməl səhifəsi görsədilən adama deyəcək, nə olub bu kitaba? Kiçik, böyük, hər bir şey yazılır. Yəni, sənin əməl dəftərləri səni görsədiləndə təəccüb edəcəksən ki, mən heç qəsd etmədim və yaxud fərqinə varmadan nələr yazılıb, nələr? Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Ağzından çıxan hər bir kəlməni hazır durub şahid olan, yəni mələklər var, yazırlar. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellem bu, yəni insan özünü xətərə salmaması üçün gözəl bir öğüt nəsiyyət verir bizlərə. Allah Resulü buyurur sallallahu aleyhi ve sellem, "Men kana yu'minu billahi vel yevmil ahir, felyekul hayran aw liyasmut." Kim Allah'a və axirət gününə iman edirsə, ya xeyir danışsın, ya da sussun. Ya xeyir danışsın, ya da sussun. Yəni, ya sən zikr dilini əl-əmr bil-ma'ruf və nəhy anil munkərdən məşğul et, yaxşılığa əmr et, pislikdən çəkindir, dəvətdə məşğul ol, ya zikirdən məşğul et, bundan başqa isə bundan başqa sənin əleyhinədir. O zaman əleyhinədirsə, bundan başqa olan sözlər, bundan başqa sözlər çoxaltma. Bundan başqa olan sözlər danışma və insan həzər etməlidir, insan qorumalıdır. Çox danışmaq qəlbi öldürür, qəlbin həyatını öldürür. Çox danışmaq çox xətalara yol açır. Çox xəta isə insan bilmədən belə o qədər çox danışar ki, fərqinə varmadan belə nədir? Allah qorusun, bəlkə də küfr, haram söz də danışa bilər. Necə ki, hədisdə gəlib, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "İnnel abdə lə yətəkəlləmü bil kəlimə min səxatillah, la yulqi ləhə bələn, yəhdi bihə fi cəhənnəm." Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, qul fərqinə varmadan bir söz danışar, Allahın qəzəbinə səbəb olacaq söz. Allahın qəzəbinə səbəb olacaq bir söz danışar, fərqinə varmadan və o söz ucbatından cəhənnəmə sürüklənər. Cəhənnəmə sürüklənər. Yəni, insanların əksəriyyəti də elə buna görə küfrə, şirkə, bidətə, haramlara düşmürlər. Ən çox dillər ucbatından deyil mi? Hədisdə gəlib, Muaz radiyallahu anhu deyir ki, ya Rasulallah, dulləni alə amelin yudxilunil cənnətə və yubəiduni aninnar. Deyir ki, Allahın Resulü, mənə elə bir əməl öyrək ki, məni cənnətə daxil etsin və cəhənnəmdən məni uzaqlaşdırsın o əməl. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Laqad səəltə an azim, fə innəhə lə yəsirun limən yəssərəhullahu ləh." Deyir ki, sən böyük bir məsələ barədə soruşdun. Əzəmətli bir şey barədə soruşursan sən. Niyə əzəmətlidir? Bu nədir soruşduğu? Elə bir şey deyir ki, cənnətə daxil olun, cəhənnəmdən uzaq durun. Qayədir, bütün etdiyiniz əməllərin hədəf budur. Yəni, sonuç budur. فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ. Allah Teala buyurur, kim cəhənnəmdən oddan uzaqlaşdırılıb, cənnətə daxil olunarsa artıq uğur qazanmışdır. Uğur budur. Bütün çalışmağınız bu həyatda buna görədir. Hətta oddan uzaq durasınız, od nədir? O əzabdır. Oddan uzaq durasınız və cəhənnəmə daxil olasınız, cənnətə daxil olasınız. Oddan cəhənnəmə uzaq durub, cənnətə daxil olmaq. Ləqad səəltə an azim. Sən böyük bir şey məsələ barədə soruşursan. Oddan uzaq durmaq, o da Allahın əzabıdır, qəzəbidir.
odun özündən daha pis dəstindir. İnsan cəhənnəm odundan daha çox Allahın qəzəbindən qorxmalıdır. Allahın sağ qəzəbi daha ağırdır, sağ lənəti daha ağırdır, nə ki cəhənnəmin odu. Necə ki Allahın razılığı sənin barəndə cənnətin özündən daha üstündür. Təsəvvür et, sənin Rəbbin səndən razı qalması və sən bunu biləndə cənnətin özündən daha böyük bir fərq verəcək sənə. Cənnət heç bir şeydir. Allahın razılığının yanında, Allahın ridvanı. Eləcə də cəhənnəm Allahın qəzəbinin yanında heç bir şeydir. Yəni, hər bir əzabdan daha böyük əzablar var. Və hər bir bildiyimiz neymətdən daha böyük neymətlər var. Onların hamısı Allah subhanahu ta'lanın vəsfləri ilə bağlıdır. Ona görə deyiş Peyğəmbər sallallahu sən böyük bir məsələ barədə soruşursan, lakin bu Allahın həsadlaşdırdığı şəxsə həsaddır. Demək ki, məsələ nədir? Tavfiq. Məsələ müvəffəqiyyətdir. Sənin özündən heç nə yoxdur. Sən bacarmazsan. Sənin əməlin heç bir şeydir. Sən öz əməlindən cənnəti bacarmazsan, qazana bilməzsən. Mümkün deyil, zəifsən, sən naqis əməllər. Nə sözünlə, nə əməlinlə, xeyr. Sadəcə bunlar Allahın rəhmətinə səbəbdir. Allahın rəhmətini bu əməllərlə umursan, bəli. Allahın rəhmətini bu əməllərlə umursan və sənin cənnətə daxil olmağın Allahın rəhməti ilədir. Sənin əməlinlə deyil. Lakin bu, Allahın hasadlaşdırdığı şəxs üçün hasadır. Sonra deyir ki, Tə'budullaha və la tüşriku bihi şeyən və tuqimus salata və tu'tiyə zəkətə və təsumma ramadan və təhuccəl beyt. Və İslamın ərkanlarını başlanğıc olaraq bildirir ona. Başlanğıc. Allaha ibadət et, heç nəyə şərik qoşma. Bu, şəhadət, la ilahe illallah, Muhammed Rasulullah. Allaha ibadət et, ona heç bir şeyi şərik qoşma. Namaz qıl, oruz tut, namaz qıl, zəkat ver, oruz tut, həcc et. İslamın nədir? 5 ərkanıdır. Sonra deyir ki, Alə ədulluka alə əbvabil xeyr. Bundan sonra deyir, sənə xeyir qapıları barədə xəbər verimdir. Deyir ki, As-siyamu cünnə Və-s-sadaqatu tudfi'ul xati'ətə kəmə tudfi'ul mə'ə ən-nar. Deyir, oruz qalxandır. Qalxan yəni sipərdir. Cəhənnəm odundan qoruyucudur. Sədəqə günahları söndürür, od suyu söndürdüyü, su odu söndürdüyü kimi. Su odu söndürdüyü kimi sədəqə nədir? Günahları söndürür. Və salatu raculin fi cawfil leyl. Thumma qara tətəcəfə cunubuhum anil mədaci ilə ən qal ya'malun. Və deyir ki, kişinin gecə ortası qıldığı namazı, gecə yarısı qıldığı namazı və ayəni oxuyur, onlar yanlarını, yataqlarından qaldırarlar gecə namazı qılmaq üçün. Sonra deyir ki, Ələ adulluka bi rəsil əmri kulli və amudihi və zirvəti sənəmihi. Sənə işin başını, onun dirəyini və ən yüksək zirvəsi barədə xəbər verildi. Dedi ki, Rəsul əmril İslam və amuduhu salə və zirvətu sənəmihil cihad. İşin başı İslamdır. İslam, la ilahe illallah. Muhammed Rasulullah. Onun dirəyi namazdır. Onun dirəyi namazdır. Ən yüksək zirvəsi isə Allah yolunda döyüşdür, cihad. Sonra deyir ki, Ələ uxbiruka bimilaki zəlikə kulli. Bu şeylərin hamısının, bayaqdan nə ki danışdıq ha, bu şeylərin hamısının kamilliyi barədə xəbər verilmir, tamamlığı. Yəni, sanki bu olmasa, o bayaq dediyim şeylər naqisdir. Ələ uxbiruka bimilaki zəlikə kulli. Qultu bələ ya Rasulallah. Fəəxəzə bilisənihi fəqal kuffə aleykə həzə. Dedim, xəbər ver ey Allahın Resulü sallallahu aleyhi ve sellem. Dilini tutdu, Peyğəmbər sallallahu aleyhi ve sellem. Dedi ki, bunu qoru, bunu saxla. Dilindən işarə edərək. Dedi ki, dilini saxla. Görün, nə qədər mühümdür. Yəni, əgər sən ola bilərsən, bu bayaq deyilən əməlləri edəsən,
Sonra dilindən elə bir söz, elə bir şey danışırsan ki, bütün o savabları hamısını zayi edəsən. Zayi edəsən. Ona görə deyir ki, bu şeyin kamilliyi, bu şeyin tamamlığı barədə xəbər verir mi? Dilini qoru. Sonra Muaz radiyallahu anh təzyiblənir, deyir ki, nə? Ava nəhnu ləmuəxəzuna bimə nətəkəlləmu bi əlsinətinə ya Rasulallah. Qal səkilətkə ummuk. Əleysən nəsə yakubbu alən nəri alə vücuhihim illə bi hasaydi əlsinətihim. Muaz radiyallahu anh dedi ki, məyər biz tanışdığımıza görə hesaba mı alınacaq ya Rasulallah? Dedi ki, anan səni itirsin ey Muaz. Məyər insanları üzü üstə və yaxud burunları ilə cəhənnəmə daxil edən, oda daxil edən yalnız dilləri ilə tanışdıqları deyilmi? Yalnız dillərini qazandıqları deyilmi? Görün, nə qədər mühümdür insanın dilini qoruması. Ona görə sən batildən, boş şeylərdən, faydasız şeylərdən uzaq qalmağını istəyirsənsə, dilini zikirlə məşğul et. Bir hədisdə də gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm deyir: "Lə yəstəqimu imanul abdi hatta yəstəqimə qalbuhu və la yəstəqimə qalbuhu hatta yəstəqimə lisanuhu." Deyir ki, kişinin imanı doğru olmaz, qəlbi düz olmasa. İmanın doğru olmaz, qəlbin düz olmasa. Qəlbi düz olmaz, dili düz olmasa. Təsəvvür edin, necə bağlıdır? Dilin təsirinə baxın qəlbə. Ona görə çalışın, dilinizi zikirlə məşğul edin. Ən gözəl kəlmələrlə məşğul edin. Allah subhanətələ xoşladığı kəlmələri söyləyin. Allahın razılığına səbəb olacaq kəlmələr söyləyin. Quran tilavət edin. Hədis danışın. Və bu cür. Xüsusən də çalışın bu ayda, qalan son günlərdə, qalan Ramazanın yarısından artıq yarısı gedib, bu son günlərdə çalışın susmağa alışdırın özünüzü. Susmaq qəlbə həyat verir, təfəkkürünü artırır, Allahın yaratdığı böyük məxluqat barədə düşüncəni düzəlir. Amma danışıq bunlara maneçilik törədir. Lazımsız, çox danışıq, düşüncələrə maneçilik törədir. O düşüncə ki, səni Allahın yaratdığı məxluqat barədə düşünüb, qorxu yaradır səndə. Necə ki, Allah bunu Ali İmran surəsində qeyd etdiyi kimi. Ona görə susmağı öyrənin və dilinizi çalışın, zikirlə məşğul edin. Allah subhanahu ta'ala bizləri özünü çox zikir edən qullardan etsin və bizi boş, faydasız sözlər danışmaqdan uzaq etsin və Allah azza və cəllə əməllərimizi batil etməsin. Allah subhanahu ta'ala etdiyimiz bütün salih əməlləri qəbul etsin və ondan da öncə Allah subhanahu ta'ala bizləri ixlaslı qullardan etsin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və əshabihi əcmaîn.